Salam dəyərli izləyicilərim. Mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə qışa hazırlıq üçün ən asan və ən ləzzətli üsulla sobada pomidor kababı hazırlanmasını təqdim edirik. Əgər həyətiniz yoxdursa, bina evindəsinizsə, ocaq qalaya bilmirsinizsə, eyni dadda sobada da hazırlaya bilərsiniz. İlk olaraq təzə, bərk və qırmızı pomidorlarımızı bol suda diqqətlə yumalıyıq. Pomidorların təmiz və zədəsiz olması konservimizin uzun müddətli və keyfiyyətli qalması üçün çox vacibdir. Yuyulmuş pomidorları taxtanın üzərində tən ortadan 2 yerə bölürük. Saplaq hissələrini bıçaqla ehtiyatla kəsib təmizləyirik ki, qabığı rahat şəkildə soyulsun. 2-yə bölünmüş pomidorlar sobanın istiliyini daha yaxşı ötürür və qabığı asanlıqla soyulur. Təmizlənmiş pomidor hissələrini kəsilmiş tərəfi aşağı olacaq şəkildə soba tavasına düzürük. Aşağı şəkildə düzürük ki, pomidor öz suyunu tavaya buraxa bilsin. Bütün tavanı doldurduqdan sonra əvvəlcədən qızdırılmış sobaya yerləşdiririk. Mən sobanı tam açmışam, tam yüksək odda etmişəm. Pomidorlar qabıqları yumşalana və zərif közlənənə qədər sobada saxlanılır. Sobadan çıxan qaynar pomidorların qabıqlarını mətbəx maşasının köməyi ilə rahatlıqla soyuruq. Göründüyü kimi bu üsulla qabıqlar saniyələr içində tamamilə ayrılır. Qabığı soyulmuş, isti pomidoru sterilizə edilmiş şüşə bankalara yığırıq. Üstünə dadına uyğun olaraq təxminən 1 çay qaşığı duz əlavə edirik. Bankaların qapağını möhkəm şəkildə bağlayırıq. Qapağın tam kiçik hava keçirməz olduğuna əmin olmaq üçün bankanı tərs çevirib yoxlaya bilərsiniz. İştah açan, təbii və qış boyu təzəliyini qoruyacaq pomidor konservlərimiz, pomidor kabablarımız hazırdır. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi rəylərdə bölüşməyi unutmayın. Hər birinizə nuş olsun.